A və B natural ədədlərinin cəmi tək ədəd olarsa, aşağıdakılardan hansının qiyməti həmişə təkdir? A və B-nin cəmi təkdir. A üstəgəl B, yazaq qarşısına tək. Bu deməkdir ki, A və B-dən biri təkdir. A və ya B. Biri təkdir, biri cüt. Bəndləri buna görə tapmağa çalışaq. 2A üstəgəl B-ni biz yaza bilərik. A üstəgəlinsin, A üstəgəlinsin B. İkinci və üçüncünün cəmi təkdir. A üstəgəl B tək. Onda birinci A-nın biz tək və cütlüyünü bilmədiyimizə görə bu cəmin də tək və ya cüt olduğunu bilmirik. Yəni, həm tək ola bilər, həm cüt ola bilər. A-dan və B-dən asılı olaraq. B bəndinə baxaq. B bəndində A üstəgəl 2B. Bunu da eyni şəkildə yaza bilərik. A üstəgəl B, üstəgəlinsin B. İlk ikisinin cəmi təkdir. B isə bilmirik təkdirmi, cütdür. Ona görə bu cəmdə tək və cüt ola bilər. A-dan və B-dən asılı olaraq. C bəndində A vur B hasilidir. Ədədlərdən biri təkdir, biri cütdürsə, tək və cütün hasili həmişə cüt olur. Bu da bizim misalın cavabı deyil. Çünki biz təki tapmalıyıq. D bəndinə baxaq. 2AB. Burada A-dan B-dən asılı olmadan 2 olduğuna görə 2 vuruğu cütdür. Bu hasildə cütdür. E bəndini yoxlayaq. Deməli, 3A üstəgəlinsin B. Bunu yazmaq olar 2A üstəgəl A üstəgəlinsin B. 2A 2-yə vurulduğuna görə cütdür. A plus B isə şərtdə verilib ki, təkdir. Onda cüt də təkin cəmi də tək olacaq. Bizdə də tək olan soruşur. Doğru cavab E bəndi. Burada A və B-yə qiymətlər verilməklə iki halda, məsələn, bir dəfə A-ya 1, B-yə 2, digər tərəfə isə A-ya 2, B-yə 1 yazmaqla bəndləri yoxlayıb cavabı tapmaq olardı. Doğru cavab E bəndi 3A plus B. Diaqrama əsasən N A birləşmə B çıxılsın A-nı tapın. A birləşmə B çoxluğundan, yəni bu hər iki çoxluqdan, diaqramda görünən bütün hissədən A çoxluğunu çıxmalıyıq və elementlərin sayını tapmalıyıq. A çoxluğunu çıxırıqsa, çıxılan çoxluğun üzrünü xəttləyək, geri qalan hissəni daha rahat taparıq. Deməli, A çoxluğu bütün bu hissəni silməliyik, çünki bu çoxluq çıxılır. Geri qalan çox hissədə isə cəmi 2 element qalır, 8 və 9. N soruşduğuna görə, yəni çoxluğun elementlərin sayını soruşur, qalan hissənin 2 dənə elementi var. Doğru cavab A bəndi. Verilmiş ifadənin qiymətini hesablayın. Hər bir mötərizəni tək-tək hesablayaq, sonra kəsirləri, A-dan kəsirləri bölərik. Deməli, 4-də 3 və 3-də 2 üçün ortaq məxrəc, 4 və 3-ün ortaq məxrəc 12-dir. Onda birinci kəsin hər tərəfini 3-ə vurmalıyıq, 3 vur 3. İkincidə isə 4-ə vurmalıyıq, tamamlayıcı vuruq 4-dür. Çıxılsın 2 vur 4, bərabərdir 12-də 9 çıxılsın 8, yəni 12-də 1. İkinci mötərizəni hesablayaq. 12-də 1 üstə gəlinsin 8-də 1. Burada da ədədlər kiçik olduğuna görə məxrəcdən əkobunu tapmaq hissəsini yazmıram. 12 və 8-in əkobu 24-dür. 24-ü 12-yə bölsək 2, 8-ə bölsək 3 alınır. Demək, yuxarıda alınır 1 vur 2, üstə gəlinsin 1 vur 3, bərabərdir 24-də 5. Birinci kəsri ikinciyə bölməliyik. Yəni, ikincinin tərsi olan kəsrə vurmalıyıq. 12-də 1 vurulsun 5-də 24. 12 və 24 ixtisar gedir 12-yə. Qalır burada 2. Cavab 5-də 2. Misalda isə cavablar onluq kəsr şəklində verilir. Bu da 2-ni 5-ə bölsək, A-nın 0,4. Doğru cavab C bəndi. -4, -5 və -2, 7 aralıqlarının kəsişməsinə daxil olan natural ədədlərin sayını tapın. Burada aralıqlarda daxil olan və daxil olmayan ədədlərə fikir verməliyik və kəsməsini soruşur. Bunları ədəd oxu üzərində göstərək. -4. Bu nöqtə daxildir. Ona görə bunun içi boş dairə kimi göstərməliyik. -4 və 5. 5 də daxil deyil. Təxmini çəkək. Qeyd edilək, içərisində boş olmalıdır. Və bu çoxluğu biz ədəd oxunda ştrixləyək. Aşağı isə ştrixləyirik. İkinci çoxluğu yuxarı tərəfdə yazarıq və ştrixləyərik. -2, -4 ilə -5 arasında yerləşir və -2 daxil deyə dairəni nöqtənin içərisində rəngləyirik. -2 və 7, 7 5-dən sağda yerləşir və içərisi boş olmalı, çünki 7 daxil deyil. Bu çoxluğu ədəd oxunun üst tərəfində işarələyək, xəttləyək və çoxluqların kəsmə hissəsini yazaq. Kəsmə hissəsi burada görsənir. -2-dən 5-ə qədər olan hissədir. -2 daxildir. -2-dən
5'ə qədər. Və burada daxil olan natural ədədlərin sayını soruşur. Tam ədədlər -2, -1, 0, 1, 2, 3, 4'dür. 5 daxil deyil. Çünki mötərizə açıq mötərizədir, qapalı deyil və ədəd oxunda 2 boş dairədə göstərmişik. Naturalların sayını soruşur. 1, 2, 3, 4. 4 ədəd naturaldır. Doğru cavab A bəndi. Verilmiş ədədlərdən neçəsi 6'ya tam bölünür? 6'ya bölünmə 6, 2 vur 3 şəklində yazılır və buradakı 2 ilə 3 qarşılıqlı sadədir. Bu deməkdir ki, həm 2'yə, həm də 3'ə bölünən ədədlər 6'ya tam bölünür. 2'yə bölünmə əlamətini bilirik. Cüt ədədlər 2'yə bölünür. Ona görə verilmiş ədədlərdən cüt olmayanlarını silirik ki, onsuz da onlar 2'yə bölünmür, deməli 6'ya da bölünmür. Sonuncu rəqəmına baxaraq 123 bölünmür, 345 bölünmür, 567 bölünmür, 789 bölünmür. Çünki bunlar tək ədədlərdir. 3'ə bölünmə əlaməti isə rəqəmlərin cəminə baxırıq. Verilmiş ədədlərin rəqəmlərinin cəmi 3'ə bölünürsə, həmin ədədlər 3'ə bölünür. 234'ün rəqəmləri cəmi 2 üstəgəl 3 üstəgəl 4 bərabərdir 9, 3'ə bölünür. Deməli, bu ədəd 6'ya bölünür. 456 ədədinə baxaq. Rəqəmlərin cəmi 4 üstəgəl 5 üstəgəl 6 olur 15, 3'ə bölünür. Deməli, bu da 6'ya bölünür. 678 ədədinə baxaq. Rəqəmlərin cəmi deməli 13, 21'ə bərabərdir. Bu da bölünür 3'ə. Deməli, 6'ya bölünür. Verilmiş ədədlərdən 3'ü 6'ya bölünür. Doğru cavab C bəndi. Cədvəldə verilmiş kəsiri adi kəsir şəklində yazın. Onluq kəsirdir, dövrü onluq kəsirdir. Bunu yazaq birinci. 0,2, dövrdə də 6'dır. Deməli, qayda belədir ki, dövrdəkilərin sayı qədər məxrəcə 9 yazırıq. Dövrə qədərkilərin sayı qədər 0 yazırıq, 90. Yuxarıda isə 26 çıxılsın, dövrə qədərki 2. O da bərabərdir. Alınır 90'da 24. 2'yə bölə bilərik. 45'də 12. Bunu 3'ə bölə bilərik. 15'də 4. İxtisar olunmur. Doğru cavab C bəndi 15'də 4. 420 ədədinin müxtəlif sadə vurğularının sayını tapın. Bu ədədi vurğulara ayıraq. Sonra sadə vurğularından müxtəlif onları seçərik. 420'ni 2'yə və 5'ə bölsək alınır 42. Yəni sadə vurğuların ardıcılığının əhəmiyyəti yoxdur. Əsas özləri və sayı lazımdır. Müxtəliflərin sayı. Deməli 42'ni 2'yə bölsək 21. 21'i 3'ə bölsək 7. 7'li 7'yə bölünür alınır 1. Yaza bilərik 420 bərabərdir. 2'nin kvadratı vurulsun 3, vurulsun 5, vurulsun 7. Müxtəlif sadə vurğuların sayını soruşur. 1, 2, 3, 4 dənə müxtəlif sadə vurğu var. Doğru cavab D bəndi. A çoxluğu elementləri A, B, C, D ilə 3 elementli B çoxluğunun kəsişməsi 2 elementli çoxluq olarsa, birləşməsi neçə elementli çoxluq olar? Birləşməsi 2 sonlu çoxluğun birləşməsinin elementlərin sayı düsturunu yazaq. NA birləşmə B bərabərdir. NA üstəgəl NB çıxılsın NA kəsişmə B. Verilənləri yerinə yazaq. Deməli, biz tapmalıyıq birləşməsini bərabərin sol tərəfindəki A birləşmə B-ni tapmalıyıq. Bərabərdir. NA elementlərini saymalıyıq. Burada 5 element var. A-na deməli 5. Üstə gəlsin NB. 3 elementli çoxluqdur B. Üstə gəl 3 çıxılsın. Kəsməsi 2 element çoxluqdur. Şərtdə verilib. Çıxılsın 2. Bərabərdir. 8 çıxılsın 2. 6. Deməli, birləşməsi 6 elementli çoxluq olar. Doğru cavab D bəndi. Hansı kəsirdən 0 tam dövrdə 3 kəsirin çıxdıqda altta bir kəsir alınır? Hansı kəsirdən x kəsiri olsun, çıxılsın 0 tam dövrdə 3 bərabərdir 6'da 1. Dövrdən azad edək, yazaq kəsiri onluq kəsir şəklində, adi kəsir şəklində 9'da 3 bərabərdir 6'da 1. 9'da 3'ü 3'ə bölə bilərək 3'də 1 alınır. X çıxılsın 3'də 1 bərabərdir 6'da 1. X bərabərdir buradan alınır ki 6'da 1 üstə gəlinsin 3'də 1. Orta məxrəcə gətirsək olur 6. X bərabərdir 6'da 1 üstə gəlinsin 6'da 2. O da bərabərdir 6'da 3'ə. İxtisar aparsaq alınır. X bərabərdir 2'də 1. Onluq kəsir şəklində yazırıq. Bu da 0,5'ə bərabərdir. Doğru cavab D bəndi. A natural ədədinin 3 və B natural ədədinin 2 sadə vurğu olarsa, AB hasil neçə sadə vurğu var? Burada sadə vurğuların
Müxtəlif və ya eyni olması haqqında bir şey yoxdur, ehtiyac yoxdur onu tapmağa. Ona görə müxtəlif kimi yazaq. A ədədi olsun, x vurulsun, y vurulsun, z. 3 sadə vurğu var. B-nin də fərqli hərfdən işarə 2 sadə vurğu var, n vurulsun, n. Onda A-nın AB hasini tapsaq, A-nı B-yə vuranda bu sağ tərəfdəkilərlə vurmalıyıq. Vurulsun m, vurulsun n. Neçə sadə vurğu var? 5 sadə vurğu var. 1, 2, 3, 4, 5. Bunları sayırıq. Doğru cavab olur 5 E bəndi. Aşağıdakı ifadələrdən hansı diaqramdakı rəqəmlənmiş hissəni göstərmir? Göstərir, göstərmir soruşur. Deməli, bəndlərdən 4-ü onu göstərir. Ən birinci bizim bildiyimiz ən sadəsi burada görsənir ki, A çoxluğundan B çoxluğu çıxılıb, A göstərir. Yəni, doğru cavab A bəndi deyil. Digərlərindən rahat tapılanları tapaq, qalanlarını diaqramını ayrıca çəkərik. B bəndində A-dan kəsişmə çoxluğu çıxılıb. Bu kəsişmə çoxluq orta hissə, buradakı orta hissədir. A-dan çıxılanda bu çoxluq, elə soldakı rənglənmiş hissə qalır. B bəndi göstərir. C bəndi A və B-nin birləşməsindən B-ni çıxır. Bir şəkildə görürük ki, B çoxluğu çıxılıb birləşmədən. O da doğru cavabdır. Ola bilməz. Yəni, göstərən cavabdır. Bizə göstərməyən lazımdır. D bəndinə baxaq. D bəndində çoxlar yerinə çəkirəm. Bu A çoxluğudur və B çoxluğu. Birləşməsi bütöv çoxluqdur. Birləşmədən kəsişməni çıxanda deməli, bu hissə qalır, bu hissə də qalır, orta hissəsi çıxılıb. D bəndi rənglənmiş hissəni göstərmir. Daha fərqli bir çoxluğu göstərir. Doğru cavab D bəndidir. E bəndində yoxlayaq. A çoxluğu, bunu fərqli rənglə göstərək. A çoxluğu budur. Kəsişir A çıx B ilə. A çıx B də bu hissədir. Kəsişəndə, yəni kiçik hissə çoxluğu alınır, o da göstərir. E bəndi də rəqəmlənmiş hissəni göstərir. Bizə isə göstərməyən lazımdır. Doğru cavab D bəndidir. Çünki birləşmə çoxluqdan, bu yəni hamısından kəsişmə hissəsini ortadakı hissəni çıxanda geri qalır sağdakı və soldakı hissələr. O da yuxarıdakı rəqəmlənmiş hissə ilə üstə düşmür. Doğru cavab D bəndi. Məxrəci 210 olan adi kəsirin surəti aşağıdakılardan hansı olarsa, bu kəsiri sonlu onluq kəsir şəklində göstərmək olar. Sonlu onluq kəsir şəklində göstərmək üçün kəsir məxrəci 2 və 5 vuruşlarından ibarət olmalıdır. 2 və 5. Yalnız 2 də ola bilər, yalnız 5 də ola bilər və bunların qarışıq hasilləri də ola bilər. Qüvvətlərinin fərqi yoxdur. 210 olan kəsirli məxrəci yuxarıda ədədi bilmirik. Bura bir x yazaq. 210 vuruqlara ayırmalıyıq. 210 2-yə bölünür və 5-ə bölünür. Yəni 10-a bölürük birbaşa alınır 21. 3-ə 7, 7, 7-yə 1. Məxrəcdə var 2, 3, 5, 7. Onluq kəsirə göstərmək üçün, sonluq kəsirə göstərmək üçün 3-ə və 7 ixtisar olmalıdır surət. 6 olarsa yox, 3 və 7-nin hasili 21-də. Bunu birbaşa göstərmək olar. 21 olarsa surətdə, onda 3 və 7-nin ixtisar olacaq və qalacaq 10-da 1. O da olur sonlu onluq kəsir. Digər hallarda məxrəcdə 2 və 5-dən fərqli vuruqlar qalır, 3 və ya 7. Onu artıq biz sonlu onluq kəsir şəklində göstərə bilmirik. 3 və 7 olduqsa göstərə bilərik. Doğru cavab E bəndi. Əkob 49-33 və Əbub 49-33 hasilinə bərabər olan ədədin sonuncu rəqəmi tapın. Bunu Əbub və Əkob tapmaya ehtiyac yoxdur. Əkob AB vurulsun Əbub AB bərabərdir. A vur B olduğunu bilirik. Burada onu tətbiq etsək bizdə verilən hasil bərabər olacaq 49 vurulsun 33-ə. Və bizə bunun sonuncu rəqəmi lazımdır. 3-ü 9-a vuranda alınır 27, 2 yadda və digər hissəsi tapmağa ehtiyac yoxdur. Çünki hasilin sonuncu rəqəmini soruşur. O da olur 7. Doğru cavab D bəndi. 84 və 98 ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasilini tapın. Vuruqları ayıraq, ortaqlarını seçək və ortaq olmayanlarını hasilini tapaq. 84 2-yə bölünür, alınır 42, bir də 2-yə bölünür. 21 3-ə 7, 7 7-yə 1. 98 2-yə bölünür, cütdür. A-nı 49, bu da 7-nin kvadratıdır. 7-yə, 7, 7-yə 1. Ortaq vuruqları 2, bir də 7-lərdir. Geri qalan ortaq olmayan 3, 2, 3 və 7 vuruqlardır. Bizdən ortaq olmayanların hasilini soruşur. 2 vur, 3 vur, 7 bərabərdir. 42 alınır. Cavab 42.
NA çıx B bərabərdir 1, NA kəsmə B bərabərdir 3 və NA birləşmə B bərabərdir 5 olarsa, NB çıxanı tapın. Bunun üçün elə Venn diaqramını çəkək və hər bir hissəyə uyğun hissə elementlərin sayını yazaq. Olsun bu A çoxluğu, bu da B çoxluğu. A çıx B çoxluğu bu hissədir. Burada bir element var. Bunun altına xətt çəkirəm ki, bu elementin sayını bildirir. Bir element deyil. Yəni, oradakı elementlərin sayıdır. Kəsmə çoxluğu bu hissədir. Burada 3 element var. Birləşmə isə bütöv hamısıdır. Yəni, hər 3 isə bir yerdə 5 elementi var. Onda bu hissəni tapmaq üçün biz 5-dən çıxmalıyıq 1-i və 3-ü. O da bərabərdir 1 alınır. Yəni, B çıxısının A çoxluğunda bir element var. NB çıx A bərabərdir 1. Cavab 1. Məxrəci 20 olan düzgün kəsillərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Məxrəci 20 olan düzgün kəsillər 20-də 1, 20-də 2 və ən sonuncusu 20-də 19-dur. 20-də 20 düzgün kəsir deyil, çünki sürət məxrəcindən kiçik olmalıdır. Bu 19 kəsirdən ən böyüyü 20-də 19, ən kiçik isə 20-də 1-dir. Və bunların fərqini tapmalıyıq. 20-də 19 çıxılsın 20-də 1 bərabərdir 20-də 18. 2-yə ixtisar gedir, alınır 10-da 9. O da bərabərdir 0,9. Cavab 0,9. Natamam qismət 7 və qalıq 5 olarsa, bölünənin ala biləcəyi ən kiçik qiyməti tapın. Təxmini bir sxem çəkək. Adətən belə işarə olunur. Bölünən A-dır. Bunu bölürük bölənə. Burada alınır natamam qismət C və qalıq alınır R. Və A bərabərdir B vurulsun C üstə gəl R. Əsas məsələ odur ki, bölən qalıqdan böyük olmalıdır. Bizim misalda rəqəmləri yerinə yazaq, ədədləri. Deməli, bölünən A-nı axtarırıq, ən kiçik qiymət tapmalıyıq. Bölən yoxdur, qalıq 5-dir və natamam qismət 7-dir. Bölünən qalıqdan böyükdür və bizə ən kiçik qiyməti lazımdır ki, bölünəndə kiçik alınsın. Onda 5-dən böyük ən kiçik qiymət bura 6 yazmalıyıq. Hesablayaq, bölünən A bərabərdir 6 vurulsun 7 üstə gəl 5. A bərabərdir 6 vur 7 42 üstə gəlsin 5. A bərabərdir 47 alınır. Bölünən ən kiçik qiyməti 47-dir. Cavab 47. Ədəd 5-dəki hissəsindən neçə dəfə böyükdür? Bu ədədi biz A yazaq, hər hansı bir ədəddir. Ədəd də götürüb yazmaq olar 3, 5 və ya 1. A ilə ümumi şəkildə yazaq. Bunun 5-dəki hissəsi bərabərdir A vurulsun 5-də 2. A vurulsun 5-dəkidən neçə dəfə böyükdür? Bölürük bunu. Alar ixtisar gedir. Qalır 1 bölünsün 5-də 2 və ya 1 vurulsun 2-də 5. O da bərabərdir 2-də 5. Onluq kəsr şəklində yazsaq 2,5 dəfə böyükdür. Cavab 2,5. 4 ardıcıl natural ədədin cəmi 473-də bərabərdir. Bu ədədlərdən ən böyüyünün natural bölənlərin sayını tapın. Ardıcıl natural deyil. Ona görə buna hər biri 1 vahid artır. Bu x-dir. X üstə gəl 1, x üstə gəl 2 və x üstə gəl 3. Bunların cəmi 474-də bərabərdir. Yazırıq 4x üstə gəl 6. Bunların cəmini yazdım birbaşa. Bərabərdir 474. Hər tərəfdən 6 çıxsa, yəni 6 sağa keçirsə, 4x bərabərdir. Yazaq, 474 çıxılsın 6 bərabərdir 468. 4-ə bölsək x bərabərdir. 4-ü 4-ə 1, 6-ın 4-ə 1 və qalır burada 7, 117. Ən böyük ədəd 117 deyil, ən böyük üstə gəl 3-dür. X üstə gəl 3 bərabərdir. Burada ən böyüyünü soruşur yuxarıda misalda. Bərabərdir 117 üstə gəlsin 3, 120 ədədi. 120 natural bölənlərin sayını tapmaq üçün onu vuruqlara ayırmalıyıq. 120 2-yə və 5-ə bölürəm, alınır 12. 12 2-yə 6, 2-yə 3, 3-də 3-ə 1. Deməli, 120-ni yaza bilərik. 2-nin kubu vurulsun 3 vurulsun 5. 8 vur 15 120-yə bərabərdir, düzdür. 3 üstü 1 və 5 üstü 1-dir. Natural bölənlərin sayını tapanda qüvvətləri 1 vahid artırıb hasillərini tapırıq. Alınır 4 vur 2 vur 2 bərabərdir 16. Natural bölənlərin sayı 16. Doğru cavab 16-dır. Çoxluqların elementlərinin sayı haqqında məlumatlar verilib və NA bərabərdir NB olarsa, NA kəsmə B-ni tapmalıyıq, kəsmənin elementlərinin sayını tapmalıyıq. Birinci NA bərabərdir NB-ni yuxarıdan yerinə yazsaq, alınır 6K
çıxılsın 2 bərabərdir k üstə gəl 8. Buradan k-nı tapaq. 6k çıxılsın k bərabərdir 8 üstə gəl 2. 5k bərabərdir 10. K bərabərdir 2. Tapmalıyıq n-a-nı. Onda n-a bərabərdir 6 vurulsun 2 çıxılsın 2, yəni 10. n-b-nin də n-a-ya bərabərdir. Birbaşa 10 yazaq və ya k plus 8 yoxlaya bilərik. Növbəti hissəni tətbiq edək. Biz yazmalıyıq 2 sonlu çoxluğun birləşməsinin elementləri sayı. n-a birləşmə b bərabərdir n-a üstə gəl n-b çıxılsın n-a kəsişmə b. Biz axtardığımız n-a kəsişmə b x yazsaq, verilən şərtə görə, yuxarıdakı hissəyə görə sol tərəf olacaq 4x bərabərdir. n-a bizdə var 10 üstə gəlinsin n-b-də 10-dur. X-i sol tərəfə keçirsək, 4x üstə gəl x bərabərdir 20, 5x bərabərdir 20 və x bərabərdir 4 tapırıq. Doğru cavab 4. Məxrəci 840 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmayandır? Məxrəci 840 olan düzgün kəsirlər 839 dənədir. 840-da 2 və ta ki 840-da 839. Bunlardan bəziləri ixtisar olunur, bəziləri ixtisar olunmur. Məsələn, 840-da 2 ixtisar olunur. Aradan bir dənəsini seçək. Təxminən 840-da 11 ixtisar olunmur. Biz ixtisar olunmayanların sayını tapmalıyıq. İxtisar olmayan o deməkdir ki, 11 və 840 qarşılıqlı sadədir. Qarşılıqlı sadə. 840-dan kiçik və 840 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmalıyıq. Bunun üçün 840 vuruqlara ayırmalıyıq. Sonra bildiyimiz üsulu tətbiq edirik. 842-yə və 5-ə bölsək, yəni 0-a görə yazdıq onu, 84, qalır 2-yə 42, o da 2-yə 21, 3-ə 7, 7, 7, 1. Demək, 840 bərabərdir 2 üstü 3, vurulsun 3 üstü 1, 5 üstü 1 və 7 üstü 1. Düstur belədir ki, bu hasili vurmalıyıq. 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1, 1 çıxılsın 5-də 1 və 7-də 1 hasilinə. 1 çıxılsın 7-də 1 bərabərdir. Deməli, birinci hasil olduğu kimi yazaq. 1, 7 üstü 1 vurulsun. Bunlar adi kəs şəklinə yazaq. 3-də 2, 5-də 4 və 7-də 6. Deməli, 7-lər ixtisar gedir. 5-lər də ixtisar gedir. 3-lər də ixtisar gedir. 2-lər də buradan bir-birini ixtisar aparsaq, geri qalanları yazaq. Deməli, qalır bizdə 2 üstü 3 vurulsun 4 vurulsun 6. O da bərabərdir 2 üstü 3 vurulsun 4'ü yazaq 2 üstü 2 və 2 vurulsun 3. Demək, alınır 2 üstü 6 vurulsun 3. 2 üstü 6 bərabərdir 64 vurulsun 3, 192. Kəsirlərin 192 dənəsi ixtisar olunmayan kəsirdir. Cavab 192. 2 rəqəmli ədədin əvvəlinə 2 yazdıqda A-nın 3 rəqəmli ədəd əvvəlki 2 rəqəmli ədədin 11 mislinə bərabər olur. A-nın 3 rəqəmli ədədi tapın. Bu 2 rəqəm ədədi AB şəklində yazaq. Bunun qarşısına 2 yazılı alınır 2AB 3 rəqəmli ədədi. Bu əvvəlkinin 11 mislinə bərabərdir. Birincini 11-ə vuranda ikinciyə bərabər olur. Bunu açıq şəkildə yazaq. 11 vurulsun 10A üstə gəl B bərabərdir 200 üstə gəlinsin 10A üstə gəlinsin B. AB-ləri mötərizəni açaq və yığaq sol tərəfə sadələşdirək. 110A üstə gəl 11B çıxılsın 10A çıxılsın B bərabərdir 200 alınır. Sadələşdirək bir addımda alınır 100A üstə gəl 10B bərabərdir 200. Hər tərəfdən sıfırlara silsək alınır 10A üstə gəl B bərabərdir 20. Bu 10A üstə gəl B elə AB 2 rəqəm ədəd deməkdir. Bu bərabərdir 20 alınır. Bunun qarşısına 2 yazdıqda isə biz alırıq 220 ədədini. A-ndan 3 rəqəmli ədəd 220-dir. Diaqramda hər bir hissəyə aid olan elementlərin sayı yazılmışdır. Elementlər deyil, bunlar saylarıdır. Diaqramda yalnız bir çoxluğa daxil olan elementlərin sayı 49 olarsa, ən az 2-dən daxil olan elementlərin sayını tapın. Yalnız bir çoxluğa daxil olan K plus 1-dir ki, yalnız A-ya daxildir. 3K yalnız B-yə sayda element, 4K sayda element də yalnız C-yə daxildir. Bunların cəmini tapmalıyıq.
49'a bərabərdir. Üstə gəl 3K üstə gəlinsin 4K bərabərdir 49. Buradan alınır 1, 3. 8K üstə gəl 1 bərabərdir 49. 8K bərabərdir 48 və K bərabərdir 6. K'nın qiyməti tapdıq. Biz tapmalıyıq ən azı ikisinə daxil. Ən az ikisinə daxil olanlar bu K'dır ki, A və B'yə daxildir. Bu K'dır. Sayda elementdir. A və C'yə daxildir. Burada 2K var və bu K plus 1 də 3-ünə daxildir. Yəni ən az ikisinə daxil olmuş olur. Bunların cəmini tapmalıyıq. K üstə gəl K plus 1 üstə gəl K üstə gəlsin 2K. O da bərabərdir 1, 2, 3, 5K üstə gəl 1 bərabərdir. K'nın qiyməti yerinə yazsaq 5 vur 6 üstə gəl 1 bərabərdir 31 alınır. Ən az ikisinə daxil olan elementlərin sayı 31'dir. Velosipedçi 780 kilometrelik yolun birinci gün 13'te 3 hissəsini, ikinci gün 150 kilometrini, üçüncü gün 26-7 hissəsini, dördüncü gün isə qalanını getdi. Velosipedçi dördüncü yolun hansı hissəsini getmişdir? Bu 4 günün hər bir gün getdiyi yol tək-tək tapaq. 2, 3 və 4-cü gün. Birinci gün 780 vurulsun 13'te 3 hissəsidir. 78 13'e bölünür 6 alınır. Onda birinci gün getdiyi 60 vur 3 180 kilometredir. İkinci gün 150 şərtdə verilib. Üçüncü gün 26'da 7. 780 vurulsun 26'da 7. Yəni 78'i 26'ya bölsək 3 alınır 30 vurulsun 7 alınır 210. Dördüncü gün isə 780 kilometrdən bu 3 dənəsinin cəmini çıxmalıyıq. 180 üstə gəl 150 üstə gəl 210. O da bərabərdir. 180 və 150'nin cəmi 330 540. Yəni 780 çıxılsın 540 kilometr olur. Bərabərdir 0, 8'dən 4 240 kilometr 4-cü gün getdiyi yoldur. Bu yol bütün yolun hansı hissəsini təşkil edir? Bölək 240 bölünsün və ixtisar edək 780 0'a bölsək 24 böl 78 2'ye bölmək olar 12 bölünsün 39 3'e də bölmək olar 13'də 4 hissəsidir. Bunu digər üsulla belə yazmaq olardı ki, biz ikinci gün gedilən yolu hissəyə çevirərdik. 150'ni bölərdik 780'ə. Birinci sıfırları sildik. 15 bölünsün 78 və 3'e bölünür. 3'e böldükdə 26'da 5 hissədir. Sonra bu 3 hissənin cəmini fərqli qələmlə rənglə göstərək. Bu hissə, bu və 26'da 7 toplayıb cəmini 1'dən çıxa bilərdik. Yenə 13'də 4 alınacaqdır. Doğru cavab 13'də 4 hissəsi. Cədvəldə A və B ədədlərinin sadə vurğuları və onların sayı verilmişdir. Cədvələ əsasən Əkub AB üstə gəl Əbub AB cəmini tapın. A və B ədədlərini vuruqlarına görə ayrılışlarını yazaq. Deməli, A-da 2 vuruğu 2 dənədir. 3 vuruğu yoxdur. 5 vuruğu 2 dənədir. 3'ü yazmadıq və 7 vuruğu 1 dənə. B-də isə bunlar birbaşa cədvəldən istifadə etmək olar. Biz açıq şəkildə yazırıq ki, daha rahat olsun. 3 üstü 2 üstü 3'dür. 3 üstü 1'dir. 5 üstü 1 və burada 7 yoxdur. Əkub tapdıqda biz bütün vuruqlardan daha çox, yəni ən çox sayda istifadə etməliyik. A və B bərabərdir. 2'dən 3 dənə olmalıdır. 3'dən 1 dənə. 5 üstü 2 və 7 üstü 1. 8 vurulsun 25 vurulsun 3 vur 7. 8 vur 25 olur 200. 3 vur 7 21. 2 vur 21 42. 2'dən 0 4200. Əbub AB-ni tapaq. Əbubda isə ancaq ortaq vuruqlar və az sayda olan götürməliyik. Yəni, ortaq vuruq deməkdir o. A-nın 2 üstü 2 və 5 üstü 1. O da bərabərdir 4 vur 5 20. Bunların cəmini tapırıq. 4200 üstə gəlinsin 20 bərabərdir 4220. Cavab 4220.